Bugün Mirzəlal Paşayevin Açıq Kitab adlı romanını keçirik. Əvvəlcə əsərə keçməmişdən əvvəl əsər barədə bəzi məsələləri deyim. Baxın, əsər 1941-ci ildə yazılıb, amma 44-cü ildə çap olunub, çünki müharibəyə görə. Bu birinci məsələmizdir. Sonra əsərdəki hadisələr 1930-cu illərdə Azərbaycanda baş verən məsələləri, mühiti göstərir. Bu ikinci məsələmiz. Əsərdə yadda saxlayaq ki, əsər yazıçının, Mirzəlalın müasir mövzuda yazdığı romanıdır. Əsər satirik romandır, bunu xüsusilə yadda saxlayın. Əsərdə bəzi məsələlər tənqid olunur, bunu xüsusi yadda saxlayın. İndi onlar haqqında danışacağım. Əsər boyu qırmızı bir xətt keçir. Yəni, əsərin əvvəlindən sonuna qədər müəllifin, belə deyək də, oxucu üçün nəzərdə tutduğu bir qırmızı xətt var. Saflıq, düzlük, həqiqət. Yəni, müəllif demək istəyir ki, insan ürək baxımından da, xasiyyət baxımından da saf olmalıdır, düz olmalıdır, bu məsələlərdə deyil. İndi əsər boyda bunları danışılacaq. Sonra əsərdə həm lirik motivlər var, həm də satirik. Əsər romandır, yəni epik növdədir. Amma əsərdə lirik növə aid xüsusiyyət də var. Yəni, əsərdə şeir də var. Yəni, əsərimizdə şeir də var. Bir beytdən ibarət, yəni belə deyək də, 2 misralıq şeir də var. Buna deyirlər lirik növ, lirik motiv. Bunu da yadda saxlayaq. Əsərin özündə, yəni əsər boyu danışsaq, əsərin özündə həm mənfi obrazlar var, həm də müsbət obrazlarımız var. Əsərdə müsbət obrazımız Vahiddir. Belə deyək, İnşaat İnstitutunun layihə şöbəsində, proyekt deyirlər də, layihə şöbəsində oxuyan bir Vahid adlı bir tələbədən söhbət gedir. Vahid burada safdır, mənəviyyatlıdır, yəni saf, mənəviyyatlı bir adamdır. Yəni, xarakter baxımından saf adamdır, saf mühəndisdir, belə deyək. Və burada göstərilən məsələlərdən biri odur ki, əsərdə xüsusi bunu yadda saxlayaq, əsərdə mənfi obrazlar da var. Birinci müsbətlərin bir neçəsinin adını deyim, təxmini yadda saxlayın. Vahiddir, əsərimizin baş qəhrəmanıdır. Sonra onunla eyni institutda, layihə şöbəsində oxuyan Rübabədir. Onu yadda saxlayaq. Vahid, Rübabə, onların tələbə yoldaşı Rəşid. Kitabımızda bir yerdə adı çəkilir. Rəşid. Sonra orada əsərimizdə İnşaat İnstitutda işləyən bir dənə Muxtar adlı obrazdır, bunlardır. Sonra qocaman bir professor, mühəndis Vəzirbəylidir. Bu saydığım obrazlar müsbət obrazdır. İndi keçək əsərin özünə. Və qalan məsələlər, təhlillə bağlı məsələləri əsərdə deyəcəm. Əsər başlayır, hadisələr başlayır payız fəslində. Hadisələr belə gedir. İlin o fəsli idi ki, isti, təzəcə, yenicə çıxmışdı. Soyuğu isə hələ təsir eləməmişdi. Yəni, sentyabr ayında, belə deyək, təxmini, payız başlayırdı. Və pəncərələr bağlanırdı, qışa tədarük görünürdü. Yəni, pəncərələr bağlayırlar və qışa tədarük olunurdu. Və hadisələr Şuşada baş verir, bunu yadda saxlayın. Hadisələr birinci Şuşada baş verir. Və Şuşada burada Fatma arvad fətir bişirirdi. Fətir nə deməkdir? Çörək yeməkdir. Fətir çörəkdir. Biz fəsəli deyirik də buna, yağlı çörək. Fətir bişirirdi. Və həmin o Fatma arvadın yoldaşı, həyat yoldaşı Sadıq kişi. Arıçı Sadıq kişi. Arıçı yəni arı saxlayan. Arıçı Sadıq kişi idi və Sadıq kişi burada oğlu Bakıda oxuyurdu Vahid. Deməli, əsərimizin baş qəhrəmanı Vahid Sadıq kişinin oğludur, Bakıda oxuyur. Onun üçün bir bağlama hazırlayırdı. Elə bizlərdə kimi də Bakıda oxuyan üçün bir bağlama hazırlayırdı. Yeşikdə, üzüm yeşiyində qoymuşdu uşaqlar. Alma armud, gülövşə nar, gülövşə nə deməkdir? Gülövşə yəni narın bir növüdür. Gülövşə nar və bir də ki, uşaqlar kitabımızda yazıb, balaca bərni baldan düzələn. Balaca bərni baldan düzələn halva. Bərni bal o demək ki, yəni qabda saxlanan, balaca bir qabda saxlanan, baldan düzəlmiş halvadan, halva var idi. Halvanı da qoymuşdu yeşiyə. Və həmin o Sadıq kişi özü yer axtarırdı ki, fətirləri qoysun. Fətir nədir? Çörək, yağlı çörək, fəsəl deyirik. Fətirləri yer axtarır ki, qoysun və elə yer axtarır ki, istidir, yağı harasa çıxar da, yağı harasa çıxar, dağıla bilər. Və həmin bu danışdığımız məqamda, yəni hadisələri danışdığımız məqamda,
Bu kişi bağlamanı hazırlayır. Qəşəng bir dənə ağ bağlama hazırlayır Sadıq kişi və darvazadan bayıra çıxmaq istəyir. Bismillah deyib bayıra çıxanda birdən kiminəsə qarşılaşır. Qarşılaşdığı oğlu idi. Yəni Vahid idi. İnstitutda oxuyan, İnşaat İnstitutunun layihə şöbəsində oxuyan Vahid idi. Vahidlə qarşılaşır. Bu Vahidə Bakıya poçla bağlama göndərəcəkdi. Amma oğlu bir dəqiqə qarşısındadır. Kitab cümləsi belədir. Qara çamadanla ağ bağlama bir-birinə dəyir. Kişi birinci donub qalır yerində, Sadıq kişi. Sonra kişi biraz belə deyək də təəccüblənir və üzündə təbəssüm əmələ gəlir. Gülür ki, oğludur da, gələn oğlu idi. Oğluna deyir ki, nə əcəb gəlmirsən, nə var bu vaxtı? Yəni, bu vaxtı niyə gəlmirsən? Nə əcəb gəlmirsən bu vaxtı? Yəni, gəlməyin səbəbi nədir? Oğlu cavab verməkdə çətinlik çəkir. Vahid, niyə bu vaxt gəlir? İnstitut vaxtıdır, sentyabr ayı dərslərin tezə başladığı vaxtıdır, gərgin vaxtıdır. Deyir, nə əcəb gəlmirsən? Oğlu buna cavab vermir, çətinlik çəkir. Bu da oğlunun qolundan tutub sirkəliyir oğlan. Deyir ki, nə var deyir. Bu vaxtki məktəbdən, yəni institutdan səni buraxmırlar ki, nə əcəb gəlmirsən? Oğlu buna cavab verir. Oğlu cavab verir ki, məni məktəbdən çıxardıblar. Yəni, məni məktəbdən, məktəb deyir, institut nəzərdə tutur. Məni məktəbdən qovublar, məktəbdən çıxardıblar. Atası buna deyir ki, nə əcəb, yəni sən neynəmsən ki, səni məktəbdən çıxardılar? Sən nəsə bir şey iş görmüsən də yəqin. Sən neynəmsən ki, məktəbdən çıxardılar səni? Bu da deyir ki, məktəbimizdə, yəni institutda bir nəfər var, xəbis adamdır. Kitabda xəbis sözünü işarə edərsiniz. Xəbis kinli deməkdir. Yəni, kiminsə xeyrxahlığın istəməyən adama xəbis deyirlər. Xəbis adamdır deyir. Deyir, bir xəbis adamdır deyir, özü tələbənin düşməni var. Adım mən burada sizə deyirəm, adı Kərim Gəldiyevdir. Yadda saxlayın adına. İnstitutda işləyir, adı Kərim Gəldiyev. Deyir ki, bir dənə xəbis adamdır, Kərim Gəldiyev. Xəbis adamdır, o deyir, mənim haqqımda material hazırlayıb. Bu deyir ki, nə materialı? Yəni, nə materialı sənin haqqında hazırlayıb? Deyir, mənim haqqımda material hazırlayıb ki, mənim atam, yəni sən arıtsan, xalxozda işləmirsən, özə vergi verirsən, dövlətə vergi verirsən. Kişi əsəbləşir, Sadıq kişi. Deyir, bəyəm, arı saxlamaq qadağandır. Mən o qəzeti, qərarı soxaram onun gözünə. Yəni, həmin o Kərim Gəldiyev demək istəyir. Kərim Gəldiyevin gözünə soxaram. Yəni, onun gözünə soxaram ki, arı saxlamaq qadağandır, yox, dövlət qadağan eləmir bana. Oğlu da buna cavab olaraq deyir ki, yəni Vahid da buna cavab olaraq deyir ki, həmin o Kərim Gəldiyev, yəni həmin adam, düşmənin tələbəsi olan, tələbənin belə deyək də, düşməni olan, tam cümləni deyək, tələbənin düşməni olan adam deyir. İstəmir ki, deyir. Yəni, heç bir tələbənin xeyrxahlığını istəmir. Və həmin o adam deyir, bəhanəsi də ondan ibarətdir ki, deyir, sən kolxozda işləmirsən, yəni sənin aton, Vahidin atası, sənin aton, harada işləmir? Kolxozda işləmirsən. Bəhanəsi də budur. Atası burada əsəbləşir yenə. Təzədən əsəbləşir ki, yəni bu nə deməkdir? Bəyəm arıçıdan kolxoza nə var? Yəni arıçı ayrı şeydir. Yəni kolxoz, bilirsiniz, kolxoz kollektiv nixazajstva deməkdir. Yəni kütləvi ümumi sahibkarlıq deməkdir. Yəni, arıçı arını neçə adam saxlayar? Yəni, bir adam arıçıdsa 10 nəfər buna arını saxlayası deyil ki. Onu demək istəyir. Yəni, kitabda da elədir. Deyir ki, arıçı kolxoza nə var? Yəni, kolxoza nə adiyyəti var arıçının deyir. Şuşada, yəni 5 nəfər, şəhərdə 5 nəfər arı saxlayırsa, onlardan da biri mənəm. Bunu deyir. Və burada oğlu ətraflı danışır. Vahid qovulmaq səbəbin belə deyək də, təfsilatı ilə, kitabda təfsilatı ilə yazıb, danışır. Deyir ki, yəni bir gün əvvəl deyir, həmin o Kərim Gəldiyev məni çağırdı, mənə dedi ki, atan kolxozda işləyir yoxsa yox. Mən də cavab verdim ki, işləmir. Ona görə məni neynədi? Uzaqlaşdırdı. Atası bundan soruşur ki, təzədən. Bəs deyir, direktor haradaydı? Yəni, institutun direktoru haradaydı? Ağlı haradaydı? Oğlan da cavab verir ki, institutun direktoru. Ağlı başındadır. Amma deyir, Kərim Gəldiyevi qoyub mənə inanmayacaq ki, çünki Kərim Gəldiyev özü büronun üzvü idi, partiyaçı idi, yəni Komsomol partiyasının üzvü idi, həm də institutda büro var, şöbə var, büro şöbədir. Büronun, şöbənin bir dənə işçisi idi, üzvü idi. İndi deyir ki, direktor onu qoyub mənə inanmayacaq ki,
həmin bu Sadıq kişi özü Mərdimazar adamdan çox çəkmişdi. Mərdimazar adamı tanıyırdı. Ona görə bu Sadıq kişi, oğluna dedi ki, oğluna Vahidə, sən deyir, əgər Mərdimazarla bacarmasan deyir, mən özüm Mərdimazarın öhdəsindən gələcəm. İndi uşaqlar bizə biraz gələn açıqlamasını mən sizə deyim. Əslində bu Vahid institutdan qovulmuşdu, doğrudan da qovulmuşdu. Amma tam niyəsini atasına düz demirdi. Gəlin indi sizə açıqlamasını deyim ki, institutdan bu adam Vahid niyə qovulub institutdan? Baxın, siz üçün də maraqlı olsun. Deməli, İnşaat İnstitutunun layihə şöbəsində Rübabə adlı bir qız oxuyurdu. Bu qızın kitab cümləsində deyilən fikri, zikri elm təhsili idi. Yəni oxumaq idi bu adamın fikri, zikri, Rübabənin. Həmin o Vahid də, əsərimizin baş qəhrəmanı Vahid də, həmin orada oxuyurdu. İnşaat İnstitutunun layihə şöbəsində oxuyurdu. Və həmin bu layihə şöbəsində də əvvəllər tələbə olmuş, indi isə Mədəni Hücum Ştabının, ştab qərargah deməkdir, Mədəni Hücum Ştabının müdürü olan bir şəxs var idi. Bir şəxs vardı. Adı Kərim Gəldiyev var idi. İndi bu məsələ nə yerdədir? Kərim Gəldiyev özü, indi xarakter uşaqla qarşıda biraz da danışaram. Kərim Gəldiyev xalqın malını yiyən, belə deyək də, özü də simasız, üssüz adamdır. Biz sırtıq deyirik də, simasız adamdır. Yəni belə bir adamdır. Bu Kərim Gəldiyevin gözü düşmüşdü Rübabiyə. Yəni əsərin, yəni belə deyək də, əsas məğzi burdadır, konflikti burdadır. Yəni bu gözü düşmüşdü, Kərim Gəldiyevin gözü kimə düşmüşdü? Rübabiyə. Və Rübabənin də Kərim Gəldiyevdə gözü yox idi. Rübabənin də gözü kimdə idi? Vahiddə idi, belə deyək. Və bu İnşaat İnstitutunun layihə şöbəsində dərslər briqada üsulu ilə, yəni qruplar, briqada yəni qruplara bölünüb keçirilirdi. Və həmin o qruplarda da Rübabə düşmüşdü Kərim Gəldiyevin qrupuna, yəni briqadasına. Briqada yəni qrup deməkdir. İnstitutda hər qruplar, yəni indi rusca patok deyirik də, qruplara ayrılır, briqada, orada kitabda briqada yazılır. Rübabə də qız hara düşmüşdü? Kərim Gəldiyevin qrupuna, briqadasına düşmüşdü. Bu Kərim Gəldiyev, cəmaət da danışırdı ki, Kərim Gəldiyev özü bilərəkdən salıb. Ya özün bilərəkdən həmin qrupa salıb, ya da qızı həmin qrupa salıb bilərəkdən. Çünki Kərim Gəldiyevin gözü kimə düşmüşdü? Həmin bu Rübabiyə düşmüşdü. Özü bilərəkdəndir. Və görə qıza baxın. Qız da yaman qızdır. Yəni qız elə belə qız deyil. Sözün deyən qızdır, yaman qızdır. Qız da öz stulunu götürmüşdü. Oturacağını götürmüşdü və gedmişdi kimin yanına? Vahidin qrupuna. Gedib Vahidin qrupunda oturmuşdu ki, görsən necə qızlar var. Vahidin qrupunda oturmuşdu ki, mən sizinlə bir yerdə oturacağım, yəni oxuyacağım. Onun qrupuna gedmişdi. Həmin bu Kərim Gəldiyev də, belə deyək, tədris müdürünə bir də ki, belə deyək, orada olan dekana xəbərdarlıq eləmişdi ki, axı bu düzdür, bu mənim qrupumdadır. Amma qız demişdi ki, bəs salam, mən kimin qrupunda oturacağım? Mən Vahidin qrupunda oxuyacağam. Həm də demişdi ki, Kərim Gəldiyev nə bilir? Özü də riyaziyyət dərsində, yadda saxlanır, riyaziyyət dərsində. Deyib, Kərim Gəldiyev nə bilir, deyib. Gündə 3-4 saat deyir, dərs buraxır. Mən onunla nə öyrənəcəm? Qız da yaman qızdır. Yəni, obrazımızda sözün deyən qızdır. Və Kərim Gəldiyev də simasız adam olduğuna görə, həm də bayaq dedim, Rübabə, yəni sözün deyən qızdır. Və Rübabiyə gücü belə deyək, məcaz mənada gücü çatmadığına görə, həmin bu Kərim Gəldiyev istəyirdi ki, Vahidi neynəsin? İnstitutdan kənarlaşdırsın. Baxın, əsas səbəb bu idi. Əsas səbəb, yəni o Vahidin atasının kişinin, Sadıq kişinin arısı kolxozda işləməyi deyildi, arısı işləməyi deyildi. Əsas səbəb bu idi. Və həmin bu Kərim Gəldiyev sənədləri araşdırır ki, bir dənə səhv tapsın Vahiddən. Və belə deyək də, ona görə belə bir şey tapır. Günlərin bir günü təsərrüfat müdüründən təqaüd üçün, yəni biz rus dilində stipendiya deyirik də, tələbə stipendiyası. Təqaüd üçün olan sual kağızlarından bir sualı oxuyur. Yəni Vahidin yazdığı bir sualı oxuyur. Vahidə bir dənə sual vermişdilər.
təqaüd üçün, təqaüd vermək üçün. Vahidə demişdilər ki, sizin gəliriniz varmı? Yəni aylıq işləyirsinizmi? Gəliriniz varmı? Və gəlirinizin miqdarı nə qədərdir? Vahid də tələbə idi. Vahid də yazmışdı ki, mənim heç bir gəlirim yoxdur, heç bir yerdə işləmirəm. Həmin bu Kərim Gəldiyev bu kağızı götürmüşdü, gətirib çıxartmışdı uşaqlar Komsomol bürosunun iclasına. Komsomol və partiya, partiya bürosunun iclasına çıxartmışdı. Və iclasda birinci Vahidi qapı arxasına dayandırmışdılar. Sonradan çağırıb Vahidi danışdırmışdılar. Yəni sual vermişdilər ki, atam kolxozda işləyir, işləmir. Bu da deyib ki, işləmir də, kolxozçu deyil. Atam arı saxlayır da, arını tək adam saxlayır da, məntiqlə. Arı bəyəm nəyə olan şeydir ki, onu il boyu, qış yuxusuna gedirlər. Qışda, yəni arı çölə bayra çıxmır. Neçə ilin, neçə ayında çıxmır. Yəni bunu niyə kolxozda saxlasınlar? Bunu gətirmişdi, bax bu sualı gətirmişdi, Komsomol, deməli, Komsomol iclasına gətirmişdi. Komsomol bürosunun iclasına. İclasda deməli, bu Vahidi danışdırandan sonra uzaqlaşdırırlar və Kərim Gəldiyev qərar verir. Baxın qərara. Kərim Gəldiyev qərar verir ki, deyir, baxın deyir, iclasda olanlara deyir, yoldaşlar deyir. Bu deyir, oğlan müzür ünsür deyir uşaqlar. Müzür ünsür müəyyən dialeklərdə də işlənir və yaxud danışıqda da işlənən bir sözdür müzür ünsür. Yəni, zərərli vərdişləri ilə seçilən adama deyirlər uşaqlar. Cəmiyyətdə zərərli olan adamlara, yəni əxlaq nümunələrindən kənar olan adamlara müzür ünsür deyirlər. Baxın, bu Vahid yazıb, bir dənə yazıb ki, mənim atam kolxozda işləyir, hə? Yəni, kolxozda işləmir, arıçıdır, kolxozda işləmir. Ona görə bunu deməli, götürüb gəlmişdilər, deməli, hara? İclasa gətirmişdilər bunu. Və bunu hətta qovulmağını da deyirdi. Deyir ki, Kərim Gəldiyev, bu müzür ünsürlər var, deyir. Bu bizi, deyir, alladır. Bu bizi, deyir, Vahid alladır, deyir. Baxın, deyir, Naibov Vahid, anket, yəni sorğu vərəqəsi. Naibov Vahid deyir, yəni Sadıqoğlu. Bu bizi alladıb, deyir. Özü də potpisi. Potpis uşaqlar, rus sözüdür, mənası imza deməkdir. Altından da deyir imzası. Yazıb ki, mənim heç yerdə gəlirim yoxdur. Yəni, bizim gəlirimiz yoxdur da, yəni belə deyək, özü haqqında yazıb da, Vahid düz yazıb. Heç yerdə işləmirəm, gəlirimiz yoxdur. Kərim Gəldiyev də bunu deyir ki, bu yalan deyir. Bunun atası arıçıdır. Atası arıçıdır. Sağa da satır bal, sola da satır bal. Bu bizi alladı. Yerdən bir nəfər qayıdıb deyir ki, axı o atasını danmır axı. Anketdə atasını danmadı ki, mənim atam yoxdur, atam işləmir. Yəni, mən o atasını danmır. Bu da başladı çığır-bağır salmağa və həmin iclasa da direktoru çağırmışdı. Direktorun adı uşaqlar İslam Verdiyevdir. Baxın ha. Həmin obrazın adı Kərim Gəldiyevdir, direktorun adı İslam Verdiyevdir. Və bir burada haşiyə mütləq çıxın. Uşaqlar, müəllif burada adam adlarına da, adam adlarına da xüsusi məna kəsb edib. Adam adlar var ha. Adam adlarını demir. Kərim Gəldiyev, niyə deyib bilirsiniz uşaqlar? Kərim Gəldiyev. Kərim yəni kömək mənasındadır. Allah kərimin olsun, kömək. Gəldiyevdə biz məcazi mənada, yəni mənfi mənada işlədik də. Bizə deyirlər, kimə gəlirsən, kimə fırıldaq edirsən. Əslində burada Gəldiyev fırıldaqçı adam idi. Ona görə müəllif onu Kərim Gəldiyev verib. İslam Verdiyev direktor idi. İslam təbii ki, belə deyək, dinimizin adı. Yəqin ki, bunu belə deyək, kinayəli şəkildə verib. İslam Verdiyev. Verdiyev də ona görə deyib ki, buna, hə? Bu rəyasət düşkünü idi uşaqlar. Onun kitabda işarə edərsiniz. Rəyasət düşkünü vəzifəyə görə hər şey edən adamdır. Rəyasət vəzifə deməkdir, başçı deməkdir, rəhbərlik deməkdir. İslam Verdiyev rəyasət düşkünü idi. Yəni, İslam Verdiyev müəllif təsadüfi demir. Yəni, bu vəzifəyə görə nə istəsə verərdi. Canlı belə verərdi. İslam Verdiyev. Sonra Vahid niyə qoyub? Vahid sözün üstü mənası tək deməkdir. Vahid öz işində tək idi, mühəndis kimi yetişəcəkdi. Öz işində tək idi, görəcəksiniz qarşıda. Rübabə obrazımız, rübabə uşaqlar rübab sözündəndir. Şərqdə musiqi alətidir. Rübab. Rübab şərqdə musiqi aləti olub, simli musiqi aləti olub. Rübabə də atası musiqiçi idi. Tarzən idi uşaqlar. Bu adları mən sizə dedim açıqlamasın. Ki, yəni müəllif burada adam adlarına xüsusi bir məna kəsb edib, onu yadda saxlayaq. Qayıdaq əsərimizin özünə. İslam Verdiyevdə həmin iclasda, direktor həmin iclasda iştirak eləyirdi. Özü var idi o iclasda. Və həmin vaxtda
Kərim Gəldiyev də direktorda qulağını doldurmuşdu. Direktora demişdi ki, bu müzür ünsürdür, tərbiyəsiz oğlandır, yəni tərbiyəsiz şagirddir bu. Şey haqqında bu Vahid nə tərbiyəsiz yeyib. Amma bunun qulağını doldurmuşdu. Özü də buna tarixdən keçmiş qolçomaq deyib. Arı saxlayanla qolçomaq ola. Buna qolçomaq kimi təsəvvür eləmişdi Kərim Gəldiyev. Qolçomaq da deyil. Və həm də demişdi ki, İslamverdiyevə, bu oğlanın sənədləri saxtadır. Saxta sənədlər var. İslamverdiyev də saxta sözün eşitdiyinə görə qorxmuşdu. Özü vəzifə düşkünü daxil. Rəyasət düşkünü o demək uşaqlar. Vəzifəni sevən adamdır. Qorxmuşdu ki, o saxtakarlıq var, məni işdən çıxardarlar. Və həmin o iclasda Kərim Gəldiyev demişdi ki, baxın ha, bir dənə yazı yazıb, bir dənə suala cavab yazıb Vahid ki, bizim gəlirimiz yoxdur, atam da arıçıdır, kolxozda işləmir. Bu cümlələr də belə deyil, bir neçə cümlə. Bir neçə cümləyə görə Kərim Gəldiyev belirə abman. Abman rus dilində yalan deməkdir. Yalandır deyir, yalandır. Bu Sovet hökumətin alladı. Atası deyir 225 manat, 225 manat naloq verib. Naloq da rusda vergi deməkdir. Bu il deyir atası, Vahidin atası 225 manat naloq verib, vergi verib deyir. Yalan deyir bu. Və təbii ki, uşaqlar həmin vaxtda direktor kimə inanardı? Direktor inanmışdı Kərim Gəldiyevə. Vəzifəsindən də qorxaq adam idi. Və Vahidi görəsən, bu testlərdə çox düşür. Vahidi görəsən dəstəkləyən çox adam idi, az adam, yadda saxlayın, az adam. Vahidi dəstəkləyən burada çox az adam olur ki, Vahidi burada dəstəkləyir. Amma bizdə orada azı işarələyərsiniz, burada yadda saxlayın, Muxtar var idi. Muxtar həmin o Komsomol bürosunun katibi idi, bunu əzbərləyərsiniz. Katib idi. Və o qayıdır deyir ki, belə eləmək olmaz da, yəni bu şagirdin, yəni belə deyək, tələbənin həyatıdır. Özü də gəncdir, özü də kənddən təzə gəlib. Buna yüngül cəza vermək lazımdır. Yəni bir yüngül bir tərbiyəvi cəza vermək lazımdır. Düzdür, bu şeylər yaxşı şey deyil. Eşitdiyimiz şeylər yaxşı şey deyil. Amma belə deyək, buna yüngül cəza verirsin. Və işi aparmaq üçün uşaqlar, təhqiqat aparmaq üçün, işi verirlər direktora, İslamverdiyevə. Və İslamverdiyev də kimə inanacaq? İslamverdiyev də inanır Kərim Gəldiyevə. Və Vahidə əmr yazırlar, Vahidi belə deyək, tələbəçilik həyatından belə deyək, kənarlaşdırırlar, uzaqlaşdırırlar. Bunu kim eşidir? Bunu eşidən Rübabə olur, yəni sevdiyi. Rübabə sevirdi Vahidi, Vahid onu. Və bunu axtarmağa başlayır, çox pis olur. Amma bilirdi ki, Vahidə bu dəqiqə ən yaxşı kömək, nəsə kömək eləmək lazımdır. Amma Vahidi tapa bilmirdi. Çünki Vahid Bakıdan hara gəlmişdi? Şuşya, əsərin başlanğıcında dedik də, Şuşya gəlmişdi. Atasının yanına, qara çamadanla. Ona görə Rübabə ilə yadda saxlayaq, Rəşidi də, qarşıda veriblər bizdə kitabda. Rəşidlə Vahid Rəşidlə Rübabə ikisi bir yerdə Vahidi axtarmağa başlayırlar. İkisi də tələbədir bunlar. Vahidi axtarırlar, amma tapa bilmirlər. Və həmin o Vahidin qovulması ilə bağlı, Muxtar bunu qərarı görür. Muxtar etiraz edir ki, axı bu Vahidi niyə qovmusunuz? Komsomol bürosunda axı bu qərar qəbul olunmalıydı axı. Qərar qəbul olunmağı mən də eşitməliydim. Və buna etiraz bildirir yadda saxlayaq. Muxtar etiraz bildirir ki, bu uşağı niyə qovasınız? Və gəlin, burada əsərimizdə belə deyək, Kərim Gəldiyevin simasız, elmanlı dağdan adam olduğunu bizə veriblər. Baxaq, Kərim Gəldiyev institutda işləməmişdən əvvəl işləyirdi taxıl tədarükü müvəkkilliyində. Yəni, taxılı gətirib buna nəzarət. Taxılı nəzarət edən adamdır. Buna gətirib verirlər. Bu da xalqın malıdır, taxıl buğda. Onu cəmaata verməlidir. Demək görə bu neyini? Bu həmin o taxıl tədarükü müvəkkilliyində ilişir, dolaşır. Bundan soruşurlar ki, sən niyə ilişmirsən? Bu cavab verir ki, mən yoldaşa kiməsə daverit eləmişəm. Daverit inanmaq deməkdir rusca. İnanmışam, güvənmişəm. Mən kiməsə daverit eləmişəm, ona görə başıma bu işlər gəlir. Görək niyə eləyib uşaqlar? Kərim Gəldiyev, baxın, özü də rüşvətxor adam idi, baxın. Buna deməli, rayon icraiyə komitəsindən xəbər eləyirlər ki, bəs bizə, Kərim, bizə taxıl lazımdır. Bu taxıl göndərir. O cəmaatın xalqın malıdır bu. Xalqın malı kimə gəldi dağıdır. Sonra buna torpaq şöbəsindən deyirlər ki, arpa ver, atlar azdır. Bu bunu da verir.
Ha, cəmaatın tutaqlıdır bu. Sonra buna bir nəfər zəng eləyir və ya xəbər eləyir, deyir ki, baxın, buna fikir verir. Deyir ki, bacı oğlun toydu, bizə 1-2 tay un lazımdır. Burada tay yadda saxlayın. Biz bunu sayda da deyirdik, unla işlənən sözlərdə, numerativ söz kimi. 1-2 tay un lazımdır deyir. 1-2 tay un verir bizə. Bu da verirdi. Və axırda, burada mühasib, hesabdar deyir, kitabda hesabdardır. Hesabdar gəlib buna ayıldır, deyir ki, sən neynirsən? Yəni, xalqın malını dağıtmışsan da artıq səndən də şikayət ola bilər. Ona görə bu Kərim gəldiyi tez açarları təhvil verir hesabdara. Bilir ki, işin üstü açılacaq. Ondan sonra özü də ezam yazır, yəni işə görə göndəriş. Ezam yazır, minir maşına, gedir Yevlaxa. Və Yevlaxda da bizim kitabda verilmir. Bunun dəstəkləyən bir adam var idi, İsmiyev adlı adamdı. İndi adı yadda saxlamasızdılar. İsmiyevin köməyi ilə bu İnşaat İnstitutunda əvvəlcə tələb olur. Sonradan Mədəni Hücum ştabının ştab qərargah deməkdir. Yəni elə bilin ki, institutda bir dənə şöbə var, nəzarət şöbəsi kimi. Həmin o Mədəni Hücum ştabının müdürü təyin olunur. Bax, belə olub bu. Kərim Gəldiyev belə olub. Yenə burada bir haşiyə çıxır. Kərim Gəldiyev özdən nitq qüsurlu adam idi uşaqlar. Biz nitq qüsuruna nə demişik? Vulqarizm demişik. Sözcül adam idi. Bunun sözlərine baxın. Əzməsən, əzilməyətsən. Əzməsən, əziləcəksən. Bunu deyir, əzməsən, deyir, əzilətsən. Ayaqlamasın, ayaqlanatsan. Kimsə deyir, ayaqlamaq lazımdır. Sonra deyir ki, mənsəb vəzifə deməkdir. Mənsəb deyir, cəhənnəmin təkində olsa, tək sözün yadda saxlayın, amonimliyi soruşarsınız. Burada tək sözünün isim kimi amonimliyi. Deməli, deyir, cəhənnəmin təkində olsa da deyir, ora enməyi bacarmalısan. Yəni, vəzifəyə görə hər şey eləməlisən. Deməli, bu da vəzifə pərəst adam idi. Kərim Gəldiyev. Bu, bunun vulqar danışmağının, vulqar sözlər işlətməyinin canlı nümunəsi idi. Kərim Gəldiyev. Və burada göstərilir ki, artıq Sadıq kişi, oğlunu da götürür, Vahid də götürür, gəlir Bakıya. Gəlirlər, bunlar ev axtarırlar, mehmanxana, yəni qonaq ev deməkdir, mehmanxana axtarırlar, sonra bir kənddə bir dənə yer axtarırlar ki, gecələsinlər, evlər yox idi axı Bakıda. Və növbəti gün gəlirlər direktorun İslam Verdiyevin qəbuluna. İslam Verdiyev bunları qəbul edir və bunlar deyir ki, nə qulluğunuz? Kişi qayıdır, Sadıq kişi deyir ki, biədəb olsa da deyir, bu mənim oğlumdur deyir, belə deyir. Bu oğlanı deyir, dolaşığa salıblar, institutdan qovulublar. Direktora deyir, institutdan qovublar. Xahiş edirəm ki, buna deyir, necə baxasınız deyir, bu işə ədalətlə baxasınız, bu işə yaxşı baxasınız. Direktor da deyir ki, bu işə baxan adam, yəni Kərim Gəldiyev burada yoxdur. Kərim Gəldiyev burada deyildir. Kərim Gəldiyev deyir, gələcək, sabah gələnsiz baxarıq işə. Burada da həmin günü bayram olur, təsəvvür edin, nə bayramdır o bizdə verilməyib. Və bayram olur, bayramda da bütün tələbələr, ümumiyyətlə tələbəlik həyatında belə olur. Bütün tələbələr bir yerdə, institutun həyətində bir yerdə olmalıydilər. Bu da Vahid də, qovulsa da, öz qrup yoldaşlarına, öz briqada yoldaşlarının yanına gedir. Yanına gedir, kimin yanına gedir? Rübabənin yanına gedir, kimin yanına gedir? Rəşidin yanına gedir, öz yoldaşlarının yanına gedir. Atası da sevinirdi ki, Bakıda bayram keçirdəcək, bizi kim də belə deyir. Adam kənar deyirsən, nə qəşəng keçirdilər kənarda yaxşı. Bu da sevinir. Atası da sevinir ki, heç Bakıda keçirməmişdim bayramı. Bunu da yadda saxlayın, sevinir. Və həmin məqamda da bunlar gəlirlər, hələ öz qrupunun yanında durur. Adamlar yan-bayan dururlar. Hələ öz qrupunun briqadasının yanında, cərgəsinin yanında. Bu vaxtı, burada yadda saxlayın, bizdə uşaqlar kitabımızda biraz qısaldı veriblər, biraz yox, xeylə qısaldı veriblər. Mən o qısa da olsa deyəcəm ki, ardıcılığı bərpa edin. Deməli, burada hər öz cərgəsində olanda Kərim Gəldiyev etiraz edilir. Deyir ki, sən burada niyə cərgədə durmalısan? Təsəvvür edin, həm atasına, Vahidin atasına, cərgədə bayram günüdür. Buna baxın. Və Vahid buna etiraz edir ki, yəni mən də burada oxumuşam. Deyir, nə olsun, bəni haqsız yerə qovulur, mən də burada oxumuşam, etiraz edir. Və təsəvvür edin, milis çağırır. Kitabımızda milisdir, yəni milis polislər, yəni belə deyək. Artıq köynəlmiş sözdür milis. Milisi çağırır, polisi çağırır, Kərim Gəldiyev. İkisini də həbs elətdirir uşaqlar. İkisini də həbs elətdirir. Həm deməli, kişini, Sadıq kişini, həm Vahidi həbs eləyir. Və həbs elətdirən günün səhərsi gedir, oturur bir dənə xasiyyətnamə yazır Vahid üçün.
institutun adından, tələbələrin adından belə deyək. Və orada da yazılanların içərisində belə bir cümlələr yazmışdı ki, Vahidi tələbələrin adından, biz Vahidi görmək istəmirik, biz onu görəndə hiddətlənirik, görmək istəmirik, yəni əsəbləşirik, onun işi məhkəmədə olmalıdır, yəni onu məhkəməyə verməliyik, məhkəmə ilə onu cəzalandırmalıyıq, yoxsa onun işi uzanacaq, başqa cür olacaq. Xasiyyətnaməni imzalamışdı, aparıb özlə verilmişdi milisə. Baxın, görün necə adamdır. Yəni bunu yadda saxlayın, görün bu necə belə şəxsiyyətsiz adamdır. Üstünə şər atır. Və aparıb vermişdi milisə, milisdə də yadda saxlayaq, burada bizə testlər də düşür. Burada həmin məqamda Rübabənin atası Səttarzadə, Rübabə atasından xahiş eləmişdi Səttardan. Səttar kişi gəlib özü zəmanətə götürmüşdü. Vahidi ki, yəni bu mənim zəmanətimdədir, bu belə şey eləməz. Yəni orada nə pis şey eləyib. Və əlavə də görək nə eləmişdi ki, bunu Vahidi həbsdə saxlamaq istəyirdilər. Baxın, bu demişdi ki, Kərim gəldi, bilirsən, bunlar deyir ata-bala, niyə görə bayram günü gəlmişlər institutun həyətinə, niyə gəliblər? Bəlkə deyir, otlamağa gəliblər institutu, bunların nə pis işi var, bəlkə otlamağa gəliblər. Yəni şikayət eləmişdik ki, bunlar odlayacaqlar, təxribat da bizim dilən desə, müasir dilən. Təxribata gəliblər, odlayacaqlar bu Sovet məktəbinin, özdə belə baxın, Sovet məktəbinin odlamağa gəliblər. Fikir verin. Və polisdən bunları xilas edən kim olur? Yadda saxlayaq. Komsomol komitəsi, bunu yadda saxlayaq. Komsomol komitəsi, yəni baş idarə, Komsomol partiyasının baş idarəsi. Komsomol komitəsi özü məktub yazır. Kimə? Polisə. Məktub yazır ki, Vahidin heç bir tələbə həyatında heç bir səhvi olmayıb. Yəni bu günahsız adamdır. Və yəni adi bir vətəndaş kimi gəlib neyiniyib? Həmin o məclisdə, toyda, belə toy deməyək, yəni bayramda, düzü bayramda, bayram yazıblar. Bayramda, məclisdə iştirak edib bu adam. Bu adam məclisdə iştirak edib də, hansısa bir cərgədə iştirak edib. Və ondan sonra Vahid haqqında, belə deyək, Vahidin sənədləri arxivə verilir, şikayət ərizəsi. Və orada olan milis nəfərdə bildirilir, kağızlara, şikayət kağızlarına baxır, elə ki, köhnə bir əski kimi. Kağızlara baxır, deyir ki, bunlar bir-ikidir, bu böhtanlar bəyən bir-ikidir, nə qədər desən böhtan var. Bunu demişdi. Və Vahidi yadda saxlayın, Vahidlə atasını azad edilirlər. Buradan azad edilirlər, həbsdən azad edilirlər və azad ediləndən sonra hətta, belə deyək, İlahiyyat İnstitutunun Komsomol partiyasına, şöbəsinə yoxlamaya və rəhbərliyə yoxlamaya adam göndərəcəkdilər. Ki, yəni bu nə deməkdir? Vahidi niyə, belə deyək, həbs olunsun Vahid? Vahidin yəni burada bir günahsızdır. Ona görə bunlar qorxuya düşmüşdü, rəhbərlik, İnşaat İnstitutunda bunlar qorxuya düşmüşdülər və bundan sonra belə bir məsələ baş verir, birinci hissəni bitirir uşaqlar, ikinci hissə daha azdır. Və burada əsərimizdə göstərilir ki, həmin bu Kərim Gəldiyev bu işdən fikirləşirdi ki, bu işdə yəqin ki, rüşvət məsələsi var. Yəqin ki, rüşvət məsələsi var ki, Vahidi buraxıblar. Belə fikirləşirdi. Və növbəti gün həmin o İslam verdiyi hər ikisinin həm atasını, həm də ki, belə deyək, Sadıq kişini və Vahidi yanına çağırır, yaxşı qarşılayır, yenidən əmri dəyişir və Vahidi həmin o instituta, yəni belə deyək, İnşaat İnstitutunun şöbəsinə, həmin o memarlıq şöbəsinə, inşaat şöbəsinə qəbul elətdirir, yenidən qəbul olunur. Əsərimizin birinci hissəsi bununla bitir. Əsərin gəldi ikinci hissəsinə göstərilir ki, burada artıq müəyyən bir müddət keçib, həmin o tələbələr, Vahid, Rübabə, Rəşid kimi tələbələr artıq institutu bitiriblər. İnstitutu bitiriblər və bunlar özləri işləyirlər, ayrıca hərəsi öz işində işləyirlər. Və burada göstərilir ki, Yeni Bakının plan layihəsi hazırlanır. Yəni, biz baş plan zat deyirik də belə deyək. Yəni, o cür. Yeni Bakının plan layihəsi hazırlanır və müsabiqə elan olunur. Müsabiqədə 3 mükafat ayrılır. Yəni, birinci, ikinci, üçüncü yerlər üçün 3 mükafat ayrılır. Və mükafatlar bu qərarı kim görür? Vahid bu qərarı görür, çox sevinir. Bir, mənim üçün də bir fürsətdir. Yəni, Vahid uşaqlar həm saf adam idi, həm də istedadlı gənc idi. Gəncliyi təmsil edirdi bizdə. Vahiddir, Rübabədir,
Rəşiddir, müasir gənclik təmsil edir bura. Sevilir ki, fürsətdir də, yəni mən yer tutmaq üçün fürsətdir, tanınmağım üçün fürsətdir. Və burada Kərim Gəldiyevdə fürsəti dəyərləndirmək istəyirdi. Amma qorxurdu ki, Vahid bu şeydə iştirak edəcək. Müsabiqədə iştirak edəcək, qorxurdu. Və burada da qocaman mühəndis, professor Vəzirbəyli də demişdi ki, bu müsabiqədə bizi kimi qocaman mühəndislərlə yanaşı, ümid verən gənc mütəxəssislər də, yəni Vahid də iştirak eləməlidir, özünü sınamalıdır. Bunu demişdi, açıq-açıq cəmaatın içində demişdi ki, qoy Vahid də iştirak eləsin. Nə olsun, gəncdir. Və buna görə Kərim Gəldiyev də özü də vəzifə istəyirdi, özü də tanınmaq, şöhrətpərəst adam idi. Kərim Gəldiyev özü bir dənə əsər cızır, belə deyək. Özü bir dənə plan cızır və planın da adını yadda saxlayan qoyur ürək. Planın adına baxın, ürək. Və ürəyi istəyirdi ki, bu plan haqqında məlumat əldə eləsin. Və burada münsiflər heyəti olur, jüri deyirik, kitabımızda hər ikisi var, münsiflər heyəti olur. Münsiflər heyətinin sədri olur Poladov. Bizə belə verilib. Poladov burada belə bir cümlə işlədir. Poladov burada deyir, yəni belə deyək, Poladov demişdi ki, müsabiqə elan olunacaq, mükafat elan olunacaq, jürilərin sədridir də, münsiflər heyətinin sədridir. Və Kərim Gəldiyev də ona görə öz əsərini, amma adını deməmişdi ki, mənim əsərimdir, göndərmişdi Poladova. 3 gün sonra Poladova zəng eləmişdi ki, sədrə, münsiflər heyətinin sədrinə. Demişdi ki, bu əsər var, necə əsərdir? Bu da demişdi ki, həmin o Poladov da demişdi ki, mənim baxmağa vaxtım yoxdur, qarşıdakı günlərdə söz verə bilmirəm. Yəni, mən baxa bilməyəcəm də qısası, belə deyək, bizim diləndirsək. Bu da həmin o öz ürək adlı çəkdiyi layihəni götürüb vermişdi Vəzirbəyliyə, professor Vəzirbəyliyə. Və Vəzirbəyliyə verən kimi zəng eləyib Vəzirbəyliyə demişdi ki, professor, kefiniz zadınız, uşaqlar necədir? Uşaqlar bundan soruşur. Deyir, layihəyə, proyektə baxmadınızmı? Professor da əsəbləşmişdi Vəzirbəyli. Demişdi ki, bu necə layihədir? Amma bilmirdi ki, onun layihəsi daha. Adam bilir ki, ürəkdə, amma bunun layihəsi olduğunu bilmirdi. Demişdi ki, bu necə layihədir? Bunu kim çəkib deyir? Bu hansı idarəni kör qoyub? Belə şey olar. Əsəbləşmişdi, heyrətə gəlmişdi Vəzirbəyli. Və Kərim Gəldiyev də özü buna demişdi ki, hə, professor, bəyənmədinizmi, hə? Deyəsən, bəyənməmsiniz, buna deyir. Bu da deyir, ha, bəyənmək nədir, deyir. Bunun deyir, paketini, yəni zərfin açmaq, baxmaq lazımdır. Görə bu kim çəkib? Adın baxmaq lazımdır. Və deyir, bunu işlədiyi idarədən qovmaq lazımdır. Belə mühəndis olar, deyir. Vəzirbəyli deyir, belə mühəndis olar, deyir. Bu deyir, Bayıldan, indi Bakıya kim gedirsə, görmüsə, Bayıldan Ağşəhərə, indi yalan olmasın, indi mən də təxmin edirəm, bir 20-30 kilometrdən bəlkə də çox olar. Bir dənə düz küçə keçir. Yəni, təsəvvürün ki, 20-30 kilometr yol gəlsən, ən az da belə deyək. Orada bir dənə küçə keçir. Qalan o küçələri kəskən heç bir küçə yoxdur. Küçə yoxdur, təsəvvür edirsiniz. Hansı bina yığınıdır? Bunun çəkdiyi ürək əsərinə baxın. Belə ürək olar, əsər. Hamısı bina yığınıdır layihədə. Nə deməli, su xətti yoxdur, belə deyək, nə avtomobil xətti yoxdur, bir dənə xətt var. Qalan hamısı binalar yığınağıdır. Və həmin bu Kərim Gəldiyev də Vəzirbəyliyə heç nə deyə bilməmişdi, dili güdə idi Vəzirbəyliyin yanında. Vəzirbəylidə vaxtı ilə bu Kərim Gəldiyevin institutu diplom işini alandan sonra bunun birinci layihəsini biabır eləmişdi. İrad tutmuşdu ki, bu nə layihədir sən çəkirsən? İnşaatda oxuyursan, sənin çəkdiyin layihəyə bax. Bu nə, belə layihə olar? Ona görə bu Kərim Gəldiyev neynədir? Kərim Gəldiyev özü Mədəni Hücum ştabının belə deyə başçısı idi, rəhbəri idi, yəni vəzifəsi var idi. Gəldi 17 dənə zərf var burada yadda saxlayan. 17 dənə zərfi götürür gəlir evə. Hamısı, bütün zərfləri, çəkilən bütün zərfləri. 17 zərf 4 rəngdə idi. Ağ rəngdə, qırmızı rəngdə, ağ rəngdə, qırmızı rəngdə, göy və sarı rəngdə. İndi mən sizə özüm demim uşaqlar. Siz özü kitabdan oxuyarsınız, sual verirəm sizə. Görəsən Vahidin həqiqətən də çəkdiyi, belə deyək, layihə hansı rəngli zərfdə idi? 4 dənə rəngli zərf var. Ağ, qırmızı, göy, sarı. Bunu kitabdan oxuyub deyərsiniz, bunu artıq mən bugün demim. Baxarsınız orada, müzakirə eləməyəm. 4 rəngli zərf var, 17 dənə zərf var. 17 zərfin qıraqlarından kibrit çöpü ilə bıra açır ki, sonra yapışdıra bilsin. Açır və uşaqlar
17 zərf var idi. 7-ci zərfdə Vahidin, Naibov Vahidin, orada layihəsini tapırlar. Və Naibov Vahidin layihəsini üzünü köçürməyə başlayır. Yəni, üzün köçürdür. Stolları birləşdirir, üzün köçürdür. Və 17 günə köçürdür qutarı, yadda saxlayın. 7-cidən tapır, 17 layihə var idi. 17 gün layihənin üzərində işləyir və layihəni bitirir. Əsərimizə, əsərdə deyilir ki, bu Ağca xanıma, deyir ki, heç kəsi bu otağa buraxma. Özü də həmin o, köçürtdüyü, belə deyək, üzləri, köçürtdüyü üzü. Altından da öz əsərinin adını yazır, ürək. Öz əsərinin adı. Və bunların da orijinal variantları, nüsxələrini də götürüb qoyur bir küncə. Yoldaşlar da Ağca xanıma da deyir ki, bu şeylərə neynəmə? Dəymə, toxunma. Heç kəs bu otağa girməsin, toxunmayın. Və ardıcan davam edir. Ardıcan göstərilir ki, əsərimizdə Rübabi ilə Vahid, təbii ki, bu ətrafında olan insanlar Rübabi ilə Vahidin belə evlənəcəyinə şübhə edən adam demək olar ki, yox idi. Hamı bilir ki, bunlar evlənəcəklər, çünki bir-birini sevirdilər. Vahid ilə deməli Rübabə, ataları ilə, yəni Sadıq kişi Səttarzadə ilə tanış olandan sonra, danışandan bir həftə sonra yay axşamlarının birində Rübabəgilin həyətində, böyük zallarında bunların toyu olur. Toy zamanı burada Səttarzadə tarzən idi və burada başlayır oxumağa, əlində böyük qalın bir kitab, başlayır oxumağa və burada 2 misra, bir beytdə şeir verilir. Şeirdə deyir ki, məndə Məcnundan Füzun aşiqlik istedadı var. Füzun sözün mənası artıq çox deməkdir. Aşiq-i sadiq mənəm, Məcnunun ancaq adı var. Bu Səttarzadə bizə Səttarzadənin dilindəndir və Səttarzadə orada olan həm qonaqlarda çox idi, həm də oradakı həm Vahidə, həm də ki Rübabiyə övladım deyə müraciət edir və deyir ki, görün nə deyir. Mən deyir övladıma, yəni qızıma, əxlaqımı deyir cehiz verirəm. Əqidəmi, kitabda əqidə yazılır. Mən qızıma deyir, əqidəmi, yəni əqidə, əxlaq, mənəviyyatı, onu demək istəyir. Əqidəmi qızıma, yəni cehiz verirəm. İndi bizi kimi, yəni meybəyə zat yox da belə deyək. Onu demək istəyir. Əqidəmi, bu böyük bir şey demək uşaqlar. Əqidəmi deyir qızıma, yəni əxlaqı, mənəviyyatı deyir qızıma cehiz verirəm, hədiyyə verirəm. Amma deyir, sevəndə deyir bunların hər ikisinə. Kim kimi sevin deyir, Füzuli kimi sevin, bunu yadda saxlayın. Bunlar deyir ha. Kim kimi sevin, Füzuli kimi sevin. Bunlara deyir. Və burada göstərilir ki, ayın 5-də, bunu xüsusi yadda saxlayaq, ayın 5-də Komissarlar Sovetində, yəni yoxlamada, Komissarlar Sovetində həmin bu İnşaat İnstitutunun layihə şöbəsinin məruzəsi dinləniləcək. Çox qalmayıb, az qalıb, məruzəsi dinləniləcək. Və həmin məruzədə İslamverdiyev direktor çıxış edir, əlində də öz papkası və çıxır, belə deyək, kürsüyə çıxanda baxır ki, Kərim Gəldiyev yoxdur. Burada yoxdur, ona dəstək olan adam yoxdur. Zalda kim oturub? Zalda oturub Vahiddir, Muxtardır. Bunlardan da qorxub çəkinirdi ki, bu dəqiq onlar danışacaqlar, sözün deyən adamlar idi. Və İslamverdiyev bir qutum suda içir, qorxurdu, əsirdi və başlayır danışmağa, tərifləməyə. Tərifləyir ki, bizim rəhbərliyimiz altında tarixi qələbələrə yer açmışıq, tarixi qələbələrimiz olub, yalandan ana. Əvvəldən hazırladığı vərəqi oxuyur. Və başlayırlar buna suallar vermək. Bu suallarda artıq dili boğazı quruyur İslamverdiyevin. Dili boğazı quruyur, rəyasət düşkünüdür də, vəzifə düşkünüdür bu adam. İşləyən adam da deyildi. Dili boğazı quruyur bu adamı. Dili boğazı quruyur və quruyandan sonra özü bilmir neynəsin. Soğuk tər basır bunu. Soyuq bir tər basır bunu, az qalıb, soyuq bir tər basır, bilmir ki bu adam neynəsin. Və başlayır orada da sədr buna deyir ki, sən deyir, buradakı iclasdaşları desən, anlatmaq istəyirsən deyir. Və burada Vahid də, Muxtar da danışır, çıxış eləyir və bu çıxışlardan ümumi nəticəyə gəlirlər ki, həmin o İnşaat İnstitutunun layihə şöbəsinə rəhbərliyinə əl gəzdirilsin. Yəni, yoxlama göndərilsin, əl gəzdirilsin. Belə rəhbərlik olmaz. Və axşamüstü günlərin birində yemək zamanı Ağca xanım, burada indi o bayaq dediyim məsələni burada deyərəm, bitirərik. Ağca xanım deməli,
öz həyat yoldaşına. Buna deyir ki, Ağca xanım. Buna deyir ki, bəs belə deyək, bir nəfər sənin yoldaşların gəlmişdi. Layihələri aldı apardı. Yəni o nüsxələr var idi də, üzü var idi. Layihələrin üzünü götürdü getdi. Bu dəli olur. Çünki orada saxtası da var idi axı belə deyək. Vahidin çəkdiyi də var idi. Bu qorxur. Qorxuya düşür, bilmir ki, neynəsin. Gah ora qaçır, gah bura qaçır. Bu da əslində Vahidin belə deyək, çəkdiyi orijinalı məhv eləmək istəyirdi. Amma birdən ağlına düşmüş ki, birdən nəsə aydın olmayan yer olar. Layihədə ən xırda, biz o əvvəllər keçirdə rəsm xəttə bilirsiniz. Ən xırda yerlərə qədər diqqət edirlər. Millisinə qədər yerlərə diqqət edirlər. Yəni layihədə xüsusi diqqət edirlər. Orada 1 milli səhv oldu, böyük bir problemlər əmələ gələr. İndi həndəsədən də bunu bilirsiniz. Yəni bu belə. Ona görə atmamışdı ki, birdən aydın olmayan yerləri soruşarlar, mən buradan izah edeyim. Və bu məqamda bilmir ki, neynəsin. Boğazı quruyur, gah çıxır bayrağa, gah gedir vərəqlərin olan otağa baxır, gah ora, gah bura, bilmir ki, neynəsin. Yəni, neynəyəcəyini bilmir. Ona görə palın paltarını götürür və buranı tərk edir. Bir dənə burada haşiyə çıxım, o bayaqçın biraz aydın şəkildə deyim. Əslində bu Kərim Gəldiyev, belə deyək, bu ikinci həyat yoldaşı idi, Ağca xanım. Və birinci həyat yoldaşı da Zoya idi. Onunla deməli, evliliyi alınmır, onunla boşanır. Övladı da onunla gedir, oğlu övladı. Sonra ikinci həyat yoldaşı olur Ağca xanım. Ağca xanım da gələndə İzzət adlı bir nəfər oğlu var idi. Yəni başqa bir nəfərdən bir oğlu var idi. Yəni ikinci həyat yoldaşı idi Ağca xanımın da. İndi burada bir məsələni deyim, baxın görün necə simasız adamdır. İndi yəni onlar da yəni insan həyatında lap ikinci evlilikdə olar və s. Amma bu görün necə simasızdır. Deməli bu uşaq İzzət dediyimiz Ağcanın oğlu, bunun da oğulluğu. Kərim Gəldiyev. Bu xəstələnir uşaq. Həkimə aparırlar, həkim deyir ki, yəni pis vəziyyətdədir. Buna dərman almaq lazımdır. Gecə olduğu üçün təsəvvür edin. Bu getmir. Kərim Gəldiyev getmir. Yəni anası da Ağca xanım da. O da deyir ki, axşamdır mən də getmirəm. Uşaq səhər vaxtı aptekə gedirlər bunlar. Amma artıq həmin o İzzət ölmüşdür. Yəni bu da bunun bu obrazı. Mən sizə əlavə olaraq danışdım. Görün necə simasız adamdır bu adam. Onlar da indi ki, yəni ikinci evliyində olar və bu kimsə övladlığa da götürə bilərsən. Amma necə simasız bir insan olduğunu bax əsərdə dedim, kitabımızda bizdə təhlildə yazıblar. Mən sizə açıq-aşkar da dedim. Və Pirlusdakı o Vahidə qarşı elədikləri hərəkətlər və s. olan hələ xalqın malın yemək məsələsində, taxıl məsələsində Pirlusda qutaram. Və burada göstərilir ki, deməli, həmin o jüri, münsiflər heyəti iclas keçirdi. İclasda 3 yer bayaq var idi. Burada birinci yer vermədilər bizə. İkinci yerə namizəd kimi Ürək adlı əsər, əslində Ürək deyil də, bu açıq kitab əsəri idi. Açıq kitab əsərdə Vahidin əsəri idi, onun adını dəyişmişdi. Üzün köçürdü, Kərim Gəldiyev adını dəyişdirmişdi, Ürək qoymuşdu. Bunlar da yoxlayanda nə bilsinlər, adı da Ürək əsərdir. Üçüncü yerə də Salam adlı bir əsər çıxır. Və bunlar belə iclas keçirirlər, iclasda hamı oturub, münsiflər, digərləri oturub, namizədlər də oturub. Bu vaxtı həmin o, belə deyək, Poladov, münsiflər heyətinin, jürinin sədri, Poladov deyir ki, qaliblərin zərfin, paketin açaq, qalanlarda dəyməyək. Burada da Kərim Gəldiyev və sərf edilir. Kərim Gəldiyev deyir ki, qalanların açıb avtoru, avtor müəllif deməkdir. Avtoru biabır eləməyək, utandırmayaq, ehtiyac yoxdur. Qalanlarını açıb ya, qoy qalsın bunlar öz yerində. Bunu deyir. Və bu vaxtı Vəzirbəyli gəlir. Qocaman mühəndis Vəzirbəyli gəlir. Və burada Poladov deyir ki, ikinci yerə Ürək adlı əsər tutur, yəni layihə tutur. Bunun da müəllifi Gəldiyev Kərim Abbasoğludur. Yəni bu mənim əsərimdir, belə yazılır. Üçüncü yeri də ki, Salam adlı layihədir. Ona da qocaman bir mühəndisdir. Kimdir burada adı verilmir. O yer tutub. Və bu vaxtı Vəzirbəyli deyir ki, axı mən Kərim Gəldiyevin belə deyək də, belə Ürək adlı əsərə baxmışam. Kərim Gəldiyevin olduğunu bilməsə də, mən deyir Ürək adlı əsərə baxmışdım, baxmışdı orada Ürəyə. Amma bilmirdi ki, Kərim Gəldiyevindir. Deyir, mən axı baxmışam, axı bu necə ola bilər o ikinci yer tutsun? Sonra Vəzirbəyli deyir ki, bəs onda deyir, Vahidin deyir, əsərini görmüsünüzmü? Münsiflər açıb baxırlar axı. Vahidin əsərini görmüsünüzmü? Oradakılar deyir ki, yox.
Vahid nəsərini dəyişdirdi axı. 17 günə dəyişdirdi də 17 zərfin içərisində idi. Dəyişdirmişdi. Dəyişdirmişdi bu Vahidin adını götürüb atmışdı arasa. Və ona görə Vəzirbəyli buradan Kərim gəldi evə deyir ki, bir öz layihə mənə ver görüm. Sən nətər ikinci yer tuta bilər. Və burada da Münsiflər Heyətinin sədri Poladov deyir ki, narahat olmayın deyir, jürlərə deyir ki, narahat olmayın deyir. Bu işi deyir, mənə tapşırın. Mən bu işi özüm həll edəcəm. Yəni işin öhdəliyini kim götürür? Poladov. Və Poladov götürür işin öhdəliyini. Münsiflər Heyətinin sədri. Və burada aydınlaşdırırlar ki, Kərim Gəldiyev sən demə bu əsəri dəyişdirib. Yəni layihəni dəyişdirib. Kərim Gəldiyevi bu işdən uzaqlaşdırırlar və Kərim Gəldiyevlə İslam Verdiyevi hər ikisini işdən çıxardırlar. Və Pirusdakı Kərim Gəldiyev də özü gəlir, öz evini tərk edir. İşdən çıxa bilərsən, öz evini tərk edir. Hətta həyat yoldaşı da Ağca xanımdır, həyat yoldaşıdır. O da bundan tərk edir, çıxır gedir. Vahid şəxsi intiqam hissindən uzaq obrazdır. Bizlər olsuq deyərsən ki, mən niyə eləməliyəm onu? Onun həyat yoldaşıdır, Kərim Gəldiyevin. Deməli, Vahidin və dostlarının apardığı mübarizə şəxsi deyildi, ictimaidir. Bunu xüsusi yadda saxlayın. Və Vahid səmimi insandır və intiqam hissindən uzaqdır. Bunu xüsusi yadda saxlayın. Və burada Vahidə hamı təbrik eləyir, ikinci yer uğrunda mübarizədə təbrik eləyir, yer tutmuşdu. Və bu gəlir hara? Evə getmir, birbaşa gəlir, belə deyək, Dağüstü parka gəlir, Xəzər dənizi Bakı müşahidə edir və deyir ki, burada olan hər kəs, avtobuslarda, yolda, küçədə olan hər kəslər, işdə, məktəbdə olan hər kəs, uşağı, körpəsi, böyüyü, balacası, hamısı deyəcəklər. Sədaqət və məhəbbət olan yerdə məğlubiyyət olmaz deyir. Və əsər bitir və yadda saxlayın, əsərin əsas ideyası da bu sözlərlə bitir. Sədaqət, məhəbbət olan yerdə heç vaxt məğlubiyyət olmaz.